Salam dostlar, bugünkü videoda çoxlarının adını tez-tez eşitdiyi, amma mənasını tam bilmədiyi iki vacib dövlət xidmətindən danışacağam. Asan xidmət və dost xidmət. İlk öncə gəlin baxaq, asan xidmət nə deməkdir? Asan sözü əslində abreviaturadır və ingiliscə belə açılır: Azərbaycan Service and Assessment Network. Yəni Azərbaycan xidmət və qiymətləndirmə şəbəkəsi. Bu sistem 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və ilk dəfə 2013-cü ildə fəaliyyətə başlayıb. Məqsəd dövlət xidmətlərini vətəndaşlara asan, şəffaf, operativ və rəqəmsal formada təqdim etməkdir. Yəni qısacası asan xidmət həm abreviatura, həm də adın özü kimi hər şeyi asanlaşdırmaq üçün var. İndi isə keçək dost xidmətinə. Bəs dost nə deməkdir? Bu sözün də öz mənası var. Dost, dayanıqlı və operativ sosial təminat. Yəni sosial xidmətləri bir mərkəzdə cəmləyən, vətəndaşlara müasir, operativ və dostyanə münasibət göstərən sistem. Dost mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir və burada insanlar pensiya, müavinət, sosial yardım kimi xidmətləri çox rahat şəkildə ala bilirlər. Adı kimi, vətəndaşın dostu olan xidmət. Beləliklə artıq bildiniz ki, asan xidmət Azərbaycan Service and Assessment Network dost xidməti dayanıqlı və operativ sosial təminat agentliyi deməkdir. Əgər bu məlumat sizə maraqlı gəldisə, videonu bəyənin, kanala abunə olun və rəylərdə bildirin. Sizcə bu xidmətlər arasında hansı daha çox işinizi asanlaşdırıb? Gələn videolarda görüşənədək sağ olun və məlumatlı qalın.